Salam dostlar. Bugün bu videoda varlığım ispatlana bilər, yoxsa yoxluğum ispatlana bilər, hansı ispatlana bilər, hansı ispatlana bilməz, bunlardan danışacağıq. İlk olaraq məntiqdə yoxluq ispatlana bilməz, dar və öz anlamına baxılmadan, amma varlığı isbatlaya bilərik. İlk olaraq yoxluq niyə dar və öz anlamına baxılmadan isbat edə bilmərik, onu izah edim. Baxın, əlimdə bu dəqiqə 10 qəpik var. Bu dəqiqə əlimdə 10 qəpik var dedim. İndi isə əlimi açdım. Baxın, 10 qəpik yoxdur. Bu nədir? Bu dar və özəl bir alan olduğu üçün mən dar və öz anlamına baxaraq yoxluğu isbat etmiş bulunmaqdayım bu dəqiqə sizə. Amma dar və öz anlamına baxmıram. Və pəmbə uçan atların yoxluğunu isbat etməyə çalışıram. Filodox videosunda da bunu nümunəni vermişdim. İndi də verirəm ki, o insanlar asan qavrasınlar. Pəmbə uçan atların yoxluğunu isbat edirəm. Dar və öz anlamına baxmadan. Bu mümkün deyil. Çünki biz dar və öz anlamına baxmadan yoxluğu isbat etmək üçün tüm kainatı gezməliyik. Tüm hər şey, kainatın ən dibinə qədər gəlir. Yəni tüm kainatı getməliyik. Kainatın tüm miqyasını gezməliyik. Amma biz bunu etməyimiz praktiki olaraq mümkün olmadığı üçün biz yoxluğu dar və öz anlamına baxmadan isbat edə bilmirik. Və indi isə varlıq necə isbatlana bilir, onu izah edeyim. Varlıq isbatlana bilir, çünki varlığı biz müşahidə edə bilirik, onu ölçə bilirik, onu görə bilirik, onu hiss edə bilirik. Varlığı necə ölçə bilirik? Bu biraz tam aydın gəlməmiş ola bilər. Məsələn, internet var, bunu bilirik. Biz interneti tam olaraq görmürük, amma onu bəzi alətləri istifadə edərək ölçə bilirik. Yəni ölçmək dediyim budur. Varlığı indi isə görməklə, müşahidə etməklə isbat edəcəm. Ziddiyyət üsulu ilə varlığı isbat edəcəm. Məsələn, mən deyirəm ki, gündəlik yoxdur. Gündəlik var. Baxın, varlığını isbatladım. Görürsünüz, müşahidə etdiniz gündəlik. Varlığını isbatladım. Bayaq nə demişdim? Gündəlik yoxdur. Mən bu gündəliyi göstərdim. Gündəlik yoxdur. İttiham səhv çıxdı. Ona görə gündəliyin mövcud olduğu da açığa çıxdı. Yəni tam olaraq necədir? Mən gündəlik yoxdur deyirəm və fərqliyə atıram, yəni ortaya gündəliyin varlığı göstərirəm. Gündəlik var, gündəlik yoxdur. Fərqliyəm. Səhv çıxır. Burada da bilirik ki, gündəlik var. İndi isə sizə varlığı isbatladım. Yəni yoxluğu dar və özəl alana baxmadan isbatlaya bilirik. Məsələn, əlimdə 10 qəpik var. Əlimi açdım, dar və özəl alandır bura. Yoxluq isbatlana bilir. 10 qəpiyin yoxluğu, baxın 10 qəpik yoxdur. İsbatlaya bildim bunu. Və varlığı da biz müşahidə edə bilməyimiz üçün, biz onu görə bildiyimiz üçün, biz onu hiss edə bildiyimiz üçün, məsələn, internet nümunəsi verdim. Biz interneti tam olaraq görmürük, onun akımını, onun yaydığı elektrik akımını, amma biz onu müxtəlif alətdən ölçə bilirik və varlığı da necə ziddiyyət üsulu ilə isbat etmişdik. Bunu da çox qısa şəkildə gündəlik yoxdur dedim. Amma gündəlik var imiş, mənim o biri gündəlik yoxdur. İttiham səhv çıxır. Nə bilirik? Gündəlik var. Bunu bilirik. O iddia səhv çıxdı deyə. Və varlığı isbat etmiş oldum. Sağ olun, var olun.